Ancaq siz deyirsiniz Quran təhrif olub. Quran təhrif olub, İslamı da siz inkar edirsiniz. O boyda İslamı. İndi siz özünüzdən yeni din çıxartmırsınız. O da düzdür, vallahi düzdür. Qardaşım, Əgər 12-ci imam gələcəksə Peyğəmbərin nəvəsi, nəslindən olan da sahibi zaman. O bəyən Peyğəmbərin dinini qoyacaqdır, şəriəti dəyişəcəkdir, dini dəyişəcək. bax qardaşım, bizim ümumiyyətlə dəvətimiz 12-ci imamın zuhuru ilə bağlıdır və biz hər yerdə 12-ci imamın zuhur elədiyini və Mehdilərin onun vəssi olduğunu deyirik. Bu bizim dediyimizdir. Kim nə başa düşürsə, bu onun məsələsidir. O yanlış anlayır. Bizsə dediyimizdə əminik. Ola bilər siz izləməmisiniz. Bizim YouTube səhifəmizdə var. Mehdinin əsası ilə bağlı, köynəyi ilə bağlı sual verilib. Abdullah Haşimov isə bu sualı cavablandırıbdır. Bu məsələnin birinci tərəfi. Məsələnin ikinci tərəfi, Quran zaten göydən kitab şəklində enməyib mənim əzizim. Hazırda 3-cü xəlifə Osman İbn Əffanın zamanında toplanıb.